Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Qışa hazırlıq davam edir. Bugünkü videoda ağ xiyarın turşusunu hazırladım. Xiyarları tərtəmiz yuyuram. Suyu çəkiləndən sonra bax bu cürünə uclarını kəsirəm. Və xiyarların uclarını kəssəz çox yaxşı olar. Bu ağ xiyarın turşusunu mən 1 kiloluq bankada hazırlayacağım. Ona görə də bazarda xiyarı alanda çalışdım ki, çox iri olmasın. Artıq xiyarlar hazırdır. Üstünə soyuq su töküb 4 saat saxlayıram. Xiyar suda qalana qədər mən xiyar üçün lazım olan ədviyyatları yuyuram, quruduram və bax bu cürünə doğrayıram. Rezbavoy qapaqdan istifadə edəcəm. Ona görə də əvvəlcədən qaynadıram və xiyar olacaq 4 banka. Qapağı isə mən artıq götürmüşəm. Niyə? Video baxanda biləcəksiniz. Artıq 4 saat keçdi. Arada xiyarın suyunu dəyişmişdim. Xiyar mütləq suda qalmalıdır ki, tərkibindəki qazı hamısı çıxmalıdır. Xiyar üçün nəzərə alınan ədviyyatları bankaya ardıcıllıqla yığıram. Əvvəl güllü şüd, xren yarpağı, dəfnə yarpağı, kərəöz, sarımsaq, acı bibər və çox acı olmasın deyənə mən 4 banka üçün bir acı bibəri bölmüşəm 4 hissəyə. Və artıq bax gördüyünüz kimi başlayıram xiyarları səliqə ilə yığmağa bankaya. Ola bilər ki, aldığınız xiyar bu bankadan biraz uzun olsa heç bir problemi yoxdur. Başından 1 santı yarım kəsə bilərsiniz. Xiyar turşusunu hazırlayanda çox xoşum gəlir ki, ədviyyatların ətri çox olsun. Ona görə də ətirləndirici göyərtilərdən, sarımsaqdan mən istifadə edirəm. Çox yerdə biz görürük ki, ağ xiyarın turşusunda bu qədər ədviyyat yoxdur. Mənim isə xoşuma gəlir deyənə mən bunu bu cürünə istifadə edirəm. Hətta şüdün belə çubuqların 1-2 yerə bölürəm, atıram bankanın içinə və yığmağa davam eləyirəm. Bir balqar bibəri də 4 yerə bölmüşəm və onu da qoyuram bankaya. Təsvir edin ki, qışda bu xiyarı açanda necə dadlı, ləzzətli, ətirli olacaq. Elmira Qadirovanın YouTube kanalında artıq 2 cür xiyar turşusunun hazırlama prosesini çəkmişəm. 3 litrli bankaya və 1 litrli bankaya. Və kim ki videoya baxıb, siz görmüsünüz ki, mən xiyarları qaynatmıram. Hava çox istidir deyənə, mənim üsulum çox gözəldir və mənə problem yaratmır. Və mən bankaya təzdən 1 ədəd sarımsaq əlavə elədim. Qara dənəvər istiot əlavə etdim və tam qaynar suyla bankaları ağzına qədər doldururam. Bankaları belə qaynar suyla doldurandan sonra yarım saat saxlayıram. Həm banka sterilizə olunur, həm tərəvəzlər sterilizə olunur. Çox gözəl bir üsuldur. Yarım saat keçəndən sonra həmin suyu boşaldıram qazana. Videonun əvvəlində vurğuladım ki, ağ xiyarın turşusu
mən biraz fərqli edirəm. Yəni mən sterilizə eləmirəm. Ona görə də ağ xiyarın suyun mən 3 dəfə dəyişəcəm. Bu birinci dəfədir. Suyu belə boşaldıram və həmin suyu qoyuram qaynamağa. Su tam gür qaynayandan sonra mən ikinci dəfə xiyarların üstünə bu qaynar suyu əlavə edirəm. Təsvir edin ki, çox rahat üsuldür. Hava çox istidir, amma belə bağlayanda ev isti olmur. Çox rahatdır, yəni ki, yorucu üsul deyil. Bir daha deyirəm ki, çox rahatdır. Yarım saat keçdi və artıq su 3-cü dəfə qaynadılacaq. Xiyarın birinci suyun mən atmıram. Niçin ki, bütün ədviyyatların ətri suya keçibdir. Ona görə də mən o suyu atmıram. Su qaynara düşənə qədər hər bankaya 1 çay qaşığı yarım xörək duzu əlavə edirəm. Qənd 1 qıça. Və hər bankaya barmaqlarımın ucunda limon turşusu əlavə edirəm. Bu xiyarın sığortasıdır. Ona görə ki, essensiyalar zəifdir. Su qaynadı. Suyu əlavə eləyirəm bankalara. Xiyarı niyə kiloluq bankada hazırlayıram? Ona görə ki, bir banka açılanda hamısını yeyib qurtarmaq olmur. Və soyuducuya qoyanda çox rahatlıqla ona yer tapılır. Hər bankaya dolu olmayan çay qaşığı essensiya. Və tez-tez bağlayıram. Bağladım. Bankanı mütləq belə ağzı aşağı əyirəm, yoxlayıram ki, axır ya axmır. Və bankaları bağlamağa davam edirəm və mütləq ağzı aşağı əyirəm ki, görüm ki, qapaq yaxşı bağlanıb. Diqqətlə baxın, qapaq bağlanmır. Adama elə gəlir ki, qapaq biraz iridir. Və yaxşı ki, mən qapaqları artıq qaynatmışam. Xiyar çox soymasın deyənə dərhal qapaqları mən dəyişirəm. Bax, bu ikinci qapaq, burada da həmin problem yaşandı. Baxın, görün, bunu da dəyişirəm. Artıq gəldi 3-cü qapaq. Diqqətlə baxın. Mən özümə borc bildim. Videonu yığanda mən bu hissələri kəsmədim. Mən istədim ki, görəsiz ki, hətta məndə Elmira Qədirovada bu məqamlar yaşanır. Ona görə də kim ki rezbavoy qapaqlarla işləyirsə, qapaqları biraz artıq götürün, qaynadın ki, sizin işiniz yarımçıq qalmasın. Artıq bankaların 4-ünü də bağladım, yoxladım, hər şey qaydasındadır və mən bu 4 bankanı bərk bükürəm, ta ki soyana qədər. Hazırladığım bankalar düz 4 günə də soydu. Bəh, 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 siz bir bu gözəlliyə baxın. Siz də ağ xiyardan bu cür gözəl, ləzzətli turşu hazırlasaz, heç peşman olmarsınız. Çox dadlıdır. Dəqiq ölçülər.
Ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.